Salam Çinarə, hər vaxtınız xeyir olsun. Bəli, elə vurğuladığınız kimi Bakı şəhəri üzrə Təhsil İdarəsinin bir məlumatı var. Tərbiyəçi müəllim vakansiyası üzrə məktəbə qədər təhsil müəssisələrinə artıq qeydiyyat prosesinə start verilib. Noyabrın 4-nə qədər proses bu formada davam edəcək. Necə və hansı formada olacağı ilə bağlı detalları isə elə Bakı şəhəri üzrə Təhsil İdarəsinin İnsan Resursları şöbəsinin müdiri Aygün Bayramovadan detallı informasiyalar alacaq. Xoş gördük Aygün xanım, buyurun detalları sizdən eşidək. Salamlayıram sizi ilk növbədə və bəli bildirim ki, Bakı şəhər Təhsil İdarəsinin tabeliyində olan məktəbə qədər təhsil müəssisələrinin demək tərbiyəçi müəllimlərin vakant yerləri üzrə qeydiyyat elan edilmişdir. Bu prosesin əsas məqsədi ondan ibarətdir ki, bizim məktəbə qədər təhsil müəssisələrinin təlimini, tərbiyəsini, keyfiyyətinin daha da artırılması, ixtisaslı və motivasiyalı olan kadrlarla işlə təmin edilməsidir. Bildirdiyiniz kimi qeydiyyat artıq oktyabrın 29-unda başlayıb və noyabrın 4-ü saat 17:00-da bitəcək. Bu qeydiyyat prosesində və mərhələdə kim iştirak eləyə bilər? Demək 2025-ci ildə avqustun 29-unda məktəbə qədər təhsil müəssisələrində işə qəbul, tərbiyəçi müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahan mərhələsində 40-60 bal aralığında nəticə göstərmiş namizədlər. Və qeyd edeyim ki, qeydiyyat linkində qeydiyyatdan keçərkən o həmən namizədə, hər bir namizədə bir müəssisə seçim hüququ verilmişdir və uğurla qeydiyyatı tamamlayan namizədlərə SMS vasitəsilə müsahibədə iştirak haqqında dəvət göndəriləcək və müsahibəni uğurla nəticələyən namizədlərə onların bal ardıcıllığına görə və seçdiyi müəssisə üzrə təyinatlar aparılacaq. Biz inanırıq ki, bu prosesin nəticəsində bizim təhsil müəssisələrimiz, məktəbə qədər təhsil müəssisələrimiz yeni, peşəkar, uşaqları sevgi, məsuliyyətlə yanaşan tərbiyəçi müəllimlərlə daha da güclənəcək və hər bir namizədə uğurlar arzulayırıq. Dəvət edirik ki, bu qeydiyyat linkindən keçsinlər və əgər ətraflı məlumat almaq istəyirlərsə bizim rəsmi saytımıza, yəni bu məlumatı əldə edə bilərlər. Təşəkkür edirəm. Çox sağ olun. Minnətdaram informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Bir də xatırladım ki, tərbiyəçi müəllim vakansiyaları üzrə qeydiyyat prosesinə artıq dünəndən etibarən start verilib və bu proses, qeydiyyat prosesi noyabrın 4-nə qədər, saat 5-ə qədər davam edəcək və bu müddət ərzində də elə qeydiyyatdan keçə bilərlər. Və daha təfərrüatlı informasiyalarda yenə hansı sənədlər və ümumiyyətlə qeydiyyat prosesi nə cür aparılmalıdır, buna bağlı detallı informasiyalar da elə rəsmi saytda yerləşdirilib. Çatıra biləcəklərimiz isə bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm. Rəqsanə məlumatı bizimlə bölüşdüyün üçün artıq qeyd olunduğu kimi oktyabrın 29-undan etibarən qeydiyyat prosesinə start verilib, amma gec deyil, yəni hələ ki noyabrın 4-ünə qədər zaman var. Bu günlər ərzində qeydiyyatdan keçmək mümkündür. Bir daha